Yəqin bunu tanıyırsınız. Bu antitafor var. Vacim Arıçınovdur. Hemen bu adamdır bak. Vacim Arıçınov. Bu adam Pakistan'da blogerdi. Yani dünyanın her yanına gidiyor. İndi gelip Pakistan'a. Ben sadece istəyərdim Pakistan dövlətidir, prezident. Bu necə olur? Belənkə düşmanları ora qoyur. Ay Pakistan, bilirsiniz mən deyirəm, bizim çörəyimizi kim yeyir? Axırı bizə qarşı çıxırlar. Zeynalabdin Tağıyevi bu adam aşağıladı. Zeynalabdin Tağıyev, как говорится, там Pakistan не было. Pakistan не было, пакистанский народ был, да, помог, да, Zeynalabdin? Ay alçaq. Bu adam deməli gedib bizi aşağılayır Pakistanda və Pakistan dövləti, Müslüman dövləti göz yumur. Orada Azərbaycanlıları göstərir, Azərbaycanca danışırlar. Deyir kimsiniz, deyir qaraçıyıq. Ay kişi, Azərbaycan qaraçıları burada dolu. Yəni Azərbaycan vətəndaşıdır, qaraçıdırlar. Nöbət olandan onlar da gəlib qaraçılar Bakıya 1800-cü illərdə. Yəni gəliblər dolanmaq üçün də. Burada da qaraçı Azərbaycan dilində danışır. Azərbaycandır da. Danışanda da deyir Azərbaycanlıyam. Bəli, bir qaraçıyam. Bu da gedib bütün dünyaya göstərir, deyir ermənidir qaraçı, ya siz. Pakistan da buna göz yumur. Pakistan xalqını götürüb erməni xalqına yavaş-yavaş yönəldir ki, yəni biz bir xalqıq. Yəni bilirsiniz də Pakistanın kökündə də nəsə var. Necə Hindlilər ermənilərlə birdir. Deməli bu adam əgər Pakistan icazə veribsə, qardaş, onda mənim sözüm yoxdur Pakistana. Bu aşağılayır, Azərbaycanlara lağa qoyur. Azərbaycanlar deyir hamısı qaraçılardır, manqurtlardır, heyvanlardır. Bu gedib Pakistandan Azərbaycanlıları danışdırır. Onlar da deyir qaraçı. Ay kişi, qaraçı var da Azərbaycan dilində danışanda burada nə olur? Ərəb də burada yaşayır da, deyir mən Azərbaycanlıyam. Gürcü də yaşayır, deyir mən Azərbaycanlıyam da burada. Yaşayıb Azərbaycanlı, burada nə var? Burada bir pazor var, burada bir abışı var, indi qaraçı deyir mən Azərbaycanlıyam. Burada nə? Məni bilirsiniz nə yandır? Mən bu heç bu erməni gədəsi, bu pedofil, homoseksualdır nədir? Bu həmişə deyirəm Minasyan səni gözləyir. Minasyan dostu var, bir jurnalistdir, tarixçi nədir? Deyirəm get gözləyir də bir yerdə. Bu Roman Tsipin, bir də bu Arıçınov. Minasyan, bu Arıçınov, bir də Roman Tsipin. Üçü də homoseksuallardır. Arvadları da Türk'ün qoynunda qaçır. Mən bunlara deyirəm ki, qardaş, get arvadıya, anaya deyirəm ki, ay ana, ay əxlaqsız da, niyə Türk'ün qoynuna gedib girirsən? Hə? Gedib anasına minnət gəlməkdən, gəlib Türk'lə əlləşir. Zeynalabdina lağ edir, Azərbaycana lağ edir. Mən yenə də deyirəm, get, Tsipindir, Minasyandır, Arıçın, 300 də görüşün. Azərbaycanlı kişiləri kişi sevmir. Mən o dəfə də dedim də, siz kişi sevirsiniz, biz kişi yox, biz kadın sevirik, xanım. Türklər xanımla gəzirlər, görüşürlər, kişi ilə yox. Bunlarsa çalışır ki, Türk kişiləri ilə görüşsün də, indi burada nəsə var. İndi mən neynim ki, bu gedib Pakistanda kişi axtarır özünə, tapa bilmir, düşüb Azərbaycanlıları qaraşılayır. Niyə? Orada bir kişi, Azərbaycanlı kişilər, buna bir kişi, oradan bir tapın o, qırmızıdan, göydən tapın, verin bu, ölür də yəqin kişi üçün. Bu kişi üçün ölür da, siz bunu tanımırsınız ben. İndi biz niyə? Biz sevmirik də, kişilər kişi sevmir də, burada nə var? Türklər xanımlarla görüşür abi. Bunlar iblisdiler, bunlar o xoynaçı.
Get Xoynaçıya dinən bizi niyə iblis adlandırıbsan? Biz niyə iblisdən olanıq? Erməni yazıçı Xoynaçı deyir ki, biz iblisdən anadan olmuşuq. İblisin yaratdığı. Charles deyir ki, biz anaların deyir, qarnında əxlaqsız doğuluruq. Daşdent, Samvel deyir, biz oğruyuq. Başqa millətin tarixini oğruyuruq. Başqa millətin musiqisini oğruyuruq. Onun mahnısını oğruyuruq. Onun tarixini oğruyuruq. Qardaş, bunu Samvel, Daşdent yazıçılar deyir. 5, 6, 10 əsrdir deyirlər ki, biz əxlaqsızıq, oğruyuq, satqınıq. Qardaş, başqa millətlər deyir ki, erməni qədim xalqdır, birinci xristianlıqdır. Ay meymun, bunun Xoynaçısı, Samveli, Çarençi, Daşdentçi deyir ki, biz fahişədən olmuşuq, biz iblisdən olmuşuq, biz başqa dövlətin kuxnasını, mətbəxini oğruyuruq, istifadə edirik, tarixini istifadə edirik. Biz kişi deyilik, kadınlarımız toy vaxtı alt paltarlarını, o qırmızı rəngli alt paltarlarını çıxardırlar, atırlar kişilərə, hansı kişi tutsa, o birinci gecə ondan olur. Toy zamanı ermənilərin qədim vaxtı, hayların qədim adət ənənəsi xanımlarının birinci gecə toyu, onun gözəl o alt paltarını çıxardırlar, qaradır, qırmızıdır. Gülün əvəzinə atırlar kişilərə. Hansı kişi tutdu, gəlib ondan alır. Bunların adət ənənəsidir də yəni. Bunu göstərirlər televiziya ilə də. Bunu göstərirlər necə qızlar qalxıb bir gəlini qaldırır 10 dənə kişi. Alırlar, qucaqlanır və onun o içindəki bütün orada demək olar ki, nə bilim, qardaş, analiz işləri gedir. Hansısa proseslə məşğullar. Orada təmizlik işləri aparırlar, nə edirlər? Qızın, o gəlin donunun altına girirlər 10 dənə kişi də. Görmüsünüz də, göstərirlər. Mən danışmıram, elə bilirlər, nağıl danışıram. Gəlinin qaldırırlar bəyin yanında 10 dənə kişi girir gəlinin donunun altına. Və orada tumanı dəyişirlər, nə bilim, orada analiz götürürlər və nəsə bir proses gedir, görərlər, bu düzdür, təmizdir, çirklidir, nədir. Bunlar, yəni, belənki bir adət ənənələri var, belə, biabırçı da. Bu yaxşı şeydən, necə, arvadıyı götürüb, qaldırıb 10 dənə kişi, götürüb orada tumanını dəyişsinlər, xoşunuza gələr. Bu vəhşilikdir da. Bu insanlıqdan kənar bir şeydir. Biri var, demirəm, indi qadını gəzdi, getdi başqa kişi ilə gəzmək ayrı məsələ. Biri də var ki, göz qabağında, dünyanın gözünün qabağında 10 dənə kişi alır, beləlik, nə bilim, alt paltarını çıxardır, atır, kişilər tutur. Bax, belə millət, yəni, nə ilə məşğul və bunlar yenə deyirəm, geçsin.